Deməli, bir hörmətli izləyicimiz çox maraqlı bir sual verir. Deyir ki, doktor, narsis eks partnyorundan nə zaman geri qayıdır? Baxın, bu çox maraqlı və həssas sualdır. Bir balaca geniş cavablandıraq. İlk öncə narsist bunu yadda saxlayın. Heç bir zaman heç kimə aşıq ola bilməz. O narsistin, deyək ki, sizə aid zehnində xüsusi bir ideal təsəvvürü var. Və fakt onu göstərir ki, reallıqda, yəni insanın özü, başqaları və yaxud da dünya aydın məsələdir ki, mükəmməl deyildir. Yəni, heç bir zaman siz ideal ola bilmərsiniz. Və o ideal obraza da uyğun gələ bilmədiyinizə görə məsələ, konfliktlər başlayır. Yəni, narsist əslində bir qara, deyək ki, dəlikdir. Yəni, bu bir metafordur da. Biz eşitmişik ki, qara dərik, deyək ki, ölçüsü deyək ki, bu boydadır, amma sıxlığı, necə deyirlər, Allah bilər nə qədərdir. Ona görə çox ağır bir şeydir. Və bütün planetləri neyir, udur. O da elədir. Yəni, siz ona qayğı verdiniz, sevgi verdiniz, saçınızı süpürgə elədiniz, borclarını bağladınız. Yəni, nə edirsiniz ona edin, o bunu bir təşəkkür olaraq qəbul eləmir. Bax, bu önəmli məsələdir. Normalda, normal keyfiyyətli insana siz yaxşılıq edəndə, o özünü minnət altında bir anlamda qalmış hiss edir. Yəni, istəyər ki, ilk fürsətdə o da sizə yaxşılıq eləsin. Edə bilməsə də, duası, təşəkkürü dilindən əski olmur. Bu normal insana aiddir. Lakin onda isə durum belə deyil. Onda inanç sistemi bu şəkildə formalaşıb ki, hər kəs mənə xidmət eləməlidir. Hər şeyin ən yaxşısına mən sahibəm. Əgər bir insan mənə yaxşılıq edirsə, mənə qarşı nəzakətlidirsə, mənə güzəştə gedirsə, mənim hər dediyimi edirsə, demək ki, nədir? O insan lox insandır, zəif insandır. O insan zaten bunu eləməlidir. Yəni, o kimdir ki, bunu eləməsin? Ona görə sizin nə etdiyinizin onun üçün heç bir əlaqə, heç bir, necə deyirlər, isti soyuğu yoxdur ona, əlaqəsi yoxdur ona. O qara bir dəlik kimidir, hər bir şeyi udacaq. Amma nəticədə yenə sizi borclu çıxardacaq, sizi günahkar çıxardacaq. Hər şeyin səbəbi zaten sizsiniz. Bunu ilk öncə anlamaq lazımdır. Narsist o vaxta kimi sizin yanınızda qalır ki, sizdən mənfəəti var. İstər maddi, istər mənəvi, hər formada. Elə ki, o mənfəət getdi, bir mənalı olaraq nədir? Sizi tərk edir. Yəni, limon kimi sizi sıxıb suyunu çıxardır, sizdən artıq bir şey qalmadığını görəndə sizi tərk edir. İndi sual olunur ki, bir dənə də sual olunur ki, narsist yeni partnyorunla xoşbəxt ola bilər, amma ilk başlanğıcda bəli, yada salın ki, sizə qarşı da ilk başlanğıcda yaxşı idi manipulyasiya eləmək üçün. İndi də həmin partnyoru ilə eyni şeyi yaşayır. Həm də ona görə yaxşı davranır ki, sizə göstərməyə çalışsın ki, bax, problem səndə idi, məndə deyildi. Görsən, mən başqalarına da yaxşı davranıram, yeni partnyoruma da yaxşı davranıram. Bir müddət o konfetni, buketni periyoddur, yəni. Yəni, onlar xoş yola gedirlər. Çünki narsist ona da yaxşı davranır. Və nəticə itibarilə onunla da işi bitdikdən sonra onu tərk edə bilər. İşi bitməyibsə illərlə yaşaya bilər. Necə ki, sizdəki konfliktlər eyni şəkildədir, ondakı konfliktlər də yavaş-yavaş yeni partnyorla eyni formada olacaq. Aha, indi sual olunur ki, narsist nə vaxt qayıda bilər? Görsə ki, siz onun deyək ki, söz atmalarına və yaxud da arada bir gəlib getmələrinə və yaxud da ümumiyyətlə duyğusal olaraq ona reaksiya vermirsiniz, öz həyatınızdan məşğulsunuz. Yəni, uğurunuz var, yüksəlirsiniz, artıq emosional cəhətdən ona bağlı deyilsiniz. O zaman qayıda bilər. O da nəyə görə? O həzm edə bilmir, siz inkişaf edirsiniz deyə. O həzm edə bilmir, siz özünüzü yaxşı hiss edirsiniz deyə. Çünki o narsistlər birini dəyərdən salaraq özünü dəyərli hiss edir.
birini alçaldaraq özünü yüksəkdə hiss edir. Birinin uğurunu azaldaraq özünü böyük və qüdrətli hiss edir. Yəni normal insanda insan özünü dəyərli hiss eləməsi üçün sevdiklərinə yaxşılıq eləyir, insanlara yaxşılıq eləyir və fərdi inkişaf eləyir, nələrsə yaradır. Amma narsistlərdə bu belə deyildir. Yenidən sizi dəyərdən salmaq üçün qayıda bilər. Başa düşürsünüz və yaxud da sizin adınıza öyünmək üçün, bax, mənim həyat yoldaşımın, bax, belə uğurları var başqalarının yanında. Bu da ora daxildir. Bir ikinci qayıtma məsələsi özü səfil gününə düşə bilər. Yəni, o partnyor ola bilsin ki, daha ağıllı çıxa bilər, onu tərk edə bilər, onun bu oyunlarını görə bilər və onu pis vəziyyətə sala bilər. Pulsuz, dəstəksiz, o zaman möhtac durumuna düşəcək. Bu şəkildə qayıda bilər. Yəni, indi sizə sual verirəm də, yəni bu narsistin sizə qayıtması, yəni istənilən halda sizə nə əlavə edəcək? Sizə heç bir şey əlavə eləməyəcək. Sizdən yenidən nələrsə alacaq. Özgüvən, özdəyər, həyat sevinci, gələcəyə dair, xoşbəxtliyə dair ümidlər hamısı yavaş-yavaş sönməyə başlayacaq. Diqqətinizə görə minnətdaram. Sağ olun.